Mövzu metaməndir. Bir qədər qəribə səslənə bilər, amma əgər diqqət eləsək, hamı metadan danışır. Facebook, Instagram. Amma indi mən danışmaq istədim, meta fərqli metadır. Özümüzün metasıdır. Yəni düşüncələrimizin metasıdır, ünsiyyətimizin metasıdır. Biz əgər şagirdlərlə işləyiriksə və bu şagirdlər də Z nəslidirsə, birinci nöqtə, əsas məsələ odur ki, bilməliyik ki, bu Z nəslinin xüsusiyyətləri nələrdir? Və təəssüflər olsun ki, həmin bu Z nəslinin əksər xüsusiyyətləri bizim indiyənə qədər düşüncələrimizə, təcrübəmizə, dəyərlərimizə və ümumiyyətlə özümüzə ziddir. Ona görə də bu İlk başlamalı nöqtə ondan ibarət olmalıdır ki, mən Z nəslini anlamalıyam. Bacarıqlarına baxsaq, rəqəmsal, bütün günü telefon və yaxud da internet, diqqətləri yayınandır. Ən çox şikayətlərimiz qısa müddətə yoxdur. Yəni, bizdə artıq yeni bir bacarıq tələb edir ki, qısa müddətə daha dəyərli, lazımlı informasiyanın ötürülməsi. Fərdi və praktik, bu uşaqlar, bu gənclər, bu Z nəsli bizdən nə tələb edir? Fərdilik tələb edir. Yəni, bütün qrupa, bütün sinifə, ümumi yanaşma qətiyyən bu işləməyəcək bizdə. Ona görə də bunu mütləq bilməli ki, fərdi yanaşma olmalıdır, sosiallıq və digər xüsusiyyətlər. Okey, tamam. Əsas onları idarə edə bilmək üçünsə bizə nələr lazımdır? Bizə lazım olan xüsusiyyətlər isə kognitiv xüsusiyyətlər, tənqidi düşüncə, emosional, sosial və digitaldır. Bunlar ümumidir. Yəni, tamam da bunu bilirik. Tənqidi düşüncə falan, bunlar lazımdır. Amma, okey, əsas nöqtə gəlir bizə dayanır ki, biz nə qədər gün ərzində öz düşüncələrimizdən, hisslərimizdən, yəni metamən də məhz budur ki, mən özümdən nə qədər fərqindəyəm. Öz hisslərimin, düşüncələrimin, emosiyalarımın, davranışlarımın, istəklərimin və qabağa verək, tamam. Gündəlik fəaliyyətin 95% şuuraltıdır. Müasir neuroscience deyir bunu. 95% şuuraltıdır. Deməli, 5% gün ərzində fərqində ola bilirik özümüzün, hisslərimizin. Ona görə də artıq görün nə boyda bir bariyer yaranır ki, mən hirslənirəm, mən küsürəm, mən bağışıram, mən dalaşıram, mən idarə edirəm, amma bunların əksəriyyətindən şuurlu olaraq fərqində deyiləm. Davam eləyək. Okay. Və digər bir statistika, dünya insanının cəmi 4%-i oyaqdır. 4%-i şuurlu fərqindədir. 4%-i özünü, emosiyasını və gün ərzində, yəni bunun daha yüksək həddə idarə eləyə bilir. Dünya üçün bu həqiqətən də dəhşətli bir statistikadır. Və bütün problemlər də məhz buradan qaynaqlanır ki, biz idarə edirik, biz ünsiyyət qururuq, biz təhsil veririk. Bunların kökündə biz dayanırıq ki, biz özümüzün fərqində deyilik. Bizim hisslərimizin, qeyd etdiyim kimi, emosiyaların, davranışlarımızın. Ona görə də uşaqlarla, Z nəsli ilə bərabər bizim nəslə, yuxarı nəslə ən əsas bacarıq bu olmalıdır ki, meta düşüncə və meta ünsiyyət, yəni fərqindəlik. Yəni, tamam, metakognitiv yanaşma, hamı eşidib, təhsildə də var, kurikulumda da var, çoxdur. Amma metakognitiv yanaşmadan fərqli olaraq, meta düşüncə təkcə prosesə baxmır, bütün baxır. Davam eləyək. Mən buradan verirəm, amma getmir. Okey, getdik, tamam. İki əsas bacarıq, siz zəhmət olmasa idarə edin, bu işləmir deyəsən. Okey, növbəti, davam eləyin. Verin bir də qabağa. Okay. İki əsas bacarıq lazımdır bizə. Düşüncə və ünsiyyət, meta düşüncə və ünsiyyət. Qabağa verin zəhmət olmasa. Okay. Meta düşüncə, qabağa verin. Biraz sürətli keçək. Diqqət etməli olduğumuz nöqtə budur. Meta düşüncənin 3 xüsusiyyəti var. Biz əgər özümüzə diqqət eləsək, əksərən nəyə köklənirik? Əksərən köklənirik ya öz daxilimizə, yəni, mən özümün fərqindəyəm. Nəyimin fərqindəyəm? Hisslərimin, düşüncələrimin, özümün zəif cəhətim, güclü cəhətim tanıyıram. Okeydir. Tamam. Bir qrup insan buna köklənib. Digər bir qrup insan isə həmin o beynində olanların, özündə olanların ifadəsinə köklənib. Yəni, mən bilirəm, öz emosiyalarımı necə ifadə edirəm. Üçüncü qrup insan isə köklənib kimə? Başqaları məni necə görür. Okay. Amma bizə, meta düşüncə bizə onu aşılır ki, bu üç
xüsusiyyətin, 3 səviyyənin, üçü də bizdə olmalıdır. Əgər biz Z nəslini anlamaq istəyiriksə, idarə etmək istəyiriksə və davamlı olmaq istəyiriksə, xoşbəxt olmaq istəyiriksə, uğurlu olmaq istəyiriksə, mütləq bu amil önəmlidir ki, mən öz daxilimi biləcəm, zəif, güclü, emosiya, his. İkinci, bunları necə ifadə elədiyinin fərqində olacam. Üçüncü, ifadə elədiyimin qarşı tərəfdən necə alındığının, necə qəbullandığının fərqində olacam. Bu üç fərqindəlik həqiqətən də məni metaya qaldırır. Artıq mən günümün daha çox fərqində oluram, düşüncələrimin, idarəmin daha çox fərqində oluram. Davam eləyək, zəhmət olmasa, sürətli keçək. Məsələn, bir dənə geri verək. Okay. Məsələn, daxili özünü dərk, daxili fərqindəliyi necə artıra bilərəm? Jurnal metodu. Jurnal metodu nədir? Bu çox sadə bir metoddur. Gün ərzində səhər saat 10-dan və yaxud da 11-dən başlayaraq 3 saatdan bir zəngli saatı qoyuruq və hər dəfə zəngli saat çalanda diqqət edirəm özümə. Hansı hissi yaşayıram və səbəbi nədir? Məsələn, səhər saat 10-da qoydum, saat 10, günorta 1-dir, budilnik çaldı, zəngli saat çaldı, özümə baxır, necəyəm? Neytral hiss edirəm, səbəbi nədir? Bilmirəm. 3 saat keçdi. Yenidən davam edirəm, necə istəyirəm? Neytral. Səbəb nədir? Bilmirəm. Və bir nəfərlə bunu elədi və klinika rəhbəri idi, belə rəhbər bir şəxs idi. Bir gündən sonra çağırdı ki, vəziyyət dəhşətdir. Deyirəm, nədir məsələ? 2 gün ərzində 8 qeyd aparmışam, 8-dən 7-si neytraldır. His neytraldır. Niyə? Çünki özümüzün fərqində deyilik. Ona görə də ən azı fərqindəliyimizi, daxili fərqindəliyimizi artırmaq üçün ən sadə metodlardan biri bu metodu. 3 saatdan bir zəngli saatı qoyub və hissləri yazıram və səbəbini yazıram və 2 həftədən sonra artıq başlayıram müşahidə eləmək ki, ən çox hansı hisslər qabarıb və səbəbləri nələrdir. Yəni bu artıq daxili fərqindəliyimizi artırmış olacaq. Davam eləyək, zəhmət olmasa. Dəyərlər. Yəni əgər danışsaq, hamımız dəyərlərimizi bilirik. Okay? Amma biraz negativ nöqtə ondan ibarətdir ki, mən tanıdığım dəyər həqiqi mənim dəyərimdirmi? Mənim ruhumun, mənim xarakterimin dəyəridirmi? Yoxsa sadəcə həyatda, mühitdən, ailədən qazandığım və yaxud da körtəbii şəkildə aldığım dəyərlərdir. Əksər hallarda nəticə bu olur ki, mənim deyil bu dəyərlər, sadəcə hardansa almışam. Aldığım dəyərlərlə də yaşamaq mənə rahatçılıq verə bilməz. Və bütün özünü dərk etməməyin digər və yaxud da daxili narahatçılığın digər səbəblərindən biri də budur. Ona görə də bir dəyər yoxlaması, dəyər konflikt, görün hansı dəyərlər bir-birindən toqquşur, niyə toqquşur? Yəni belə bir mühakimə, daxili mühakimə bizi daha çox fərqindəliyə çıxarda bilər. Davam eləyək. Tamam. Xarici özünü dərk. Tamam, daxilimi bildiyim, bu beynimdə olanlar, özümlə bağlı bildiklərimi yaxşı necə ifadə eləyirəm? Davam eləyək. Okay, növbəti. Çox sadə bir şey. Bunu bir nəfər də müəllimə tövsiyə eləmişdim. Video müşahidə. Video müşahidəyə baxanda həqiqətən də özü dəhşətə gəlmişdi ki, bədən dilinin fərqində deyil, verdiyi emosiyaların fərqində deyil, necə hündürdən danışdığın, necə aciz göründüyünün. Yəni bu da xarici özünü dərk. Artıq fərqində olur ki, mən niyə çıxışlarda çox beləyəm, sakitəm. Mən niyə çox qabarıram? Niyə kimlənsə ünsiyyətdə olanda, rəhbərlə və yaxud da kimlənsə digər şəxslə ünsiyyətdə olanda səsim çox aşağıdan gəlir? Bunlar da artıq bizi xarici özünü dərkə imkan verir ki, tamam, başlayıram bunları idarə etməyə. Və növbəti, davam eləyək. Tamam, 3 stul metodu və yaxud da rol oynamaq. Bu da çox adi bir şeydir, amma çox önəmlidir. Özümü qoyuram başqa insanın yerinə və özümə baxmağa çalışıram. Başqa insan necə görə bilir məni? Necə görərdi? Belə bir təhlil apara bilirəm. Və yaxud da 3 stul metodu, bir dənə həyatımda yaşadığım problemlərə 3 yerdən baxıram. Öz gözümdən, qarşı tərəfin gözü ilə, ikinci stul, üçüncü stul isə neytral olaraq baxıram ki, görüm bu hadisə həqiqətənmi o cürdür, yoxsa hansı bir etiket vurmuşam. Yəni özünü dərk etməməyin nəticəsində yaranır bu problemlər. Davam eləyək. Okay? Başqaları bizi necə görür? Digər bir və son nöqtə isə önəmli nöqtələrdən biri də mən özümü dərk eləyirəm, ifadəmi də bilirəm. Okay, başqaları məni necə görür? Həqiqətən vermək istədiyim kimi, çatdırmaq istədiyim kimi başqaları görürmü məni? O da növbəti. Tamam, rəy ala bilərik. Və çox qəribə nöqtə budur. Biz hansı birimiz digərlərindən rəy almağa hazırıq?
negativ rəyi və yaxud da işçimizdən və yaxud da digər şəxslərdən, bizi tanıyan insanlardan nə qədər rəy almağa hazırıq? Çox çətin məsələdir. Yox, demə, o negativ deyəcək, çökəcəm, pis olacam. Əslində dediyi şeylər, əgər səndə yoxdursa, okey, relax, tamam, məndə yoxdur. Əgər varsa, möhtəşəm, varsa başlayırsan düzəltməyə. Və bu da səni artıq özünü dərkin 3-cü mərhələsini sənin düzəltməyə başlayır, emal etməyə başlayır ki, bu da sənin üçün fərqindəliyi tamamlamış olur. Davam eləyə zəhmət olmasa, okey. Və ünsiyyətdə, deməli, meta ünsiyyət, Təbriz müəllim qeyd elədi, əvvəlin qeyd elədi, müəyyən nöqtələrdə mən qeyd eləmək istəyirəm. Ünsiyyət artıq o səviyyəyə çatıb ki, sadəcə mən dedim, sən dedin, mən dedim, sən dedin deyil. Sən artıq ünsiyyətin anatomiyasına girməlisən. Sən artıq ünsiyyətə yuxarıdan, metadan baxmalısan. Öz hisslərini anlayıb, düşüncəvi vəziyyəti anlayıb, qarşı tərəfin hisslərin, düşüncələrini anlayıb və onun üzərindən artıq sən idarə edə bilirsən. Məsələn, ən çox son dövrlər uşaqlarla ünsiyyətdəyəm, valideyn, müəllimlər ünsiyyətdəyəm. Məsələ nədən ibarətdir? Bir uşağa dərs oxumalıdır. Məsələn, dünənləri bir dənə nümunəyə baxdıq, nümunə gördüm. Uşaqdır, deyirlər, yaxşı oxumur. Və uşaqla fərdi danışanda məlum oldu ki, atası rəhmətə gedib, anası 3 uşaq saxlayır, dayıları tərəfindən təzyiqə məruz qalır, özü də 2 dəfə real olaraq intihara cəhd edib, əlində kəsiklər göstərdi. O uşaqla sən dərs keçirəm deyə, yox da ki, fizika kimi oxumalısan deyə gedə bilmərsən. Eyni zamanda valideynlə, eyni zamanda müəllimlə, eyni zamanda idarəçi ilə. Ona görə artıq bizə meta ünsiyyət lazım. Tamam, xəritə, bunu ən çox sevirəm. Hər davranışın arxasında müsbət niyyət var. Məsələn, beynimizi, tamam, okey, bunu da yekunlaşdırıram. Beynimizi bir dənə bura gətirə bilsək, hər bir davranışın arxasında müsbət niyyət var. Bizi nə qədər rahatlaşdırır bu? Nə qədər fərqində ola bilirik? Tamam, qarşı tərəf gəlir, üstümə qışqırır, danışır. Sadəcə bunu bilməklə ki, qarşı tərəfin özü üçün müsbət niyyəti var. Artıq bu metadır sən. Sən ona yuxarıdan baxırsan. Nəinki reallığa ora kökləndi ki, ayda pisdir, mənfidir, yox. Və bu da ortamı həll etmiş olur. Ona görə də yekun olaraq bir kəlməni qeyd etmək istəyirəm ki, digər bacarıqlar, digər məsələlər hamısı önəmlidir. Amma ən önəmli məsələlərdən də budur ki, biz fərd olaraq bu 3 səviyyənin üçündə də özümüzü dərk eləməliyik və idarə etməliyik ki, digər məsələlərdə təsir etmiş olsun. Təşəkkürlər. Təşəkkür edirik, çox sağ olun, minnətdarıq və